Həftəlik bürclər 26 yanvardan 2 fevrala doğru dolça ikizlər tərəzi bürclərini hava ünsürləri nələr gözləyir? Birinci dolçalardan başlayaq. Dolçalar bu həftə elə bilin ki, bir balaca quyuda olacaqsınız. Çıxacaqsınız, düşəcəksiniz, çıxacaqsınız, düşəcəksiniz. Quyunun yaranma səbəbi də özünüz. Çünki bu həftə sərt addımlar, sərt ifadələr, sərt aktivliyiniz bir balaca hiss və emosiyalarınızı və özünüzün stabiliyini zaman çərçivəsinə doğru boşluğa salacaq. Ən çox da dolça kişilərə aiddir. Dolça kişilər bu həftə bacarırsınızsa danışıqlarımıza özümüzü ifadə etməyə, qadınlarla, ətrafla, insanlarla əlaqədar jestlərimizə fikir verməliyik. Çünki mimika və jestlərimiz bizim səhv istiqamətdə insanlara qarşı negativliyimizi, blokajımızı daha da aktivləşdirmiş bir formada ola bilər. Buna isə gələcək zamana doğru ehtiyac yoxdur. Maddisal üzərindən bəli işkolikliğimiz var, işləyəcəksiniz, pul maddiyatınızı stabilləşdirib bacaracaqsınız. Amma həftənin birinci, ikinci günlərinə doğru sizin öz dəyəriniz, özünüzü yeni bir alanda aktivləşdirmeniz, düşüncə, fikirlərin güclənməsi uğurlu bir vəziyyətdə deyil və tam istədiyinizi əldə edə bilməyəcəksiniz. Tamamlanmağınız da zaman çərçivəsinə doğru boşdur. Ayın 30'undan sonra bəli, başlayacaqsınız özünüzü qane etməyə, maddiyyatınız cəhətdən, beyin cəhətdən, sağlamlıq cəhətdən özgüvəninizi düzəltməyə çalışacaqsınız. Amma sağlamlıq cəhətdən burada başqa bir nüanslar var. Başa düşə bilmirəm. Başımızı biz arxaya doğru apardığımızda boyun və boğaz sistemimizdə narahatçılıqlar. Baş və beyin, necə demək? Bu hissələrdə narahatçılıqların dövrü olaraq, enerjiləri olaraq aktivləşməsində problem. Bu sinirsel də ola bilər. Bu bizim astraxondroz və yaxud da onurğa sistemimizdə narahatçılıqların güclənməsinə səbəb ola bilər. Çünki qulaq ətrafı başımızın arxasında doğru ağrılarımız da çox ola bilər, dolçalar. Bunlara fikir verməz. Ümumi həftəni dəyərləndirsək 72%-ə qədər uğurlu edə bilərsiniz, amma dilimizə, danışığımıza fikir verməliyik ciddi bir şəkildə. Əkizlərə gələndə əkizlər pis həftə deyil, amma belə bir şey deyəcəm. Nə edəcəyinizi bilməyəcəksiniz. Bax, elə bir donmuşluğunuz var ki, nə edim? Hansı sferə doğru aktivləşim? Sanki zamanın donmuş bir vəziyyətində olacaqsınız. Maddiyyatınızın mübadiləsini düzgün apara bilməyəcəksiniz. İsrafa doğru aparacaqsınız. Başqa lazımsız insanlarla iş, pul, maddiyat barəsində danışıqlar edə bilərsiniz, şərikliklər edə bilərsiniz. Bu uğurlu bir məqam deyil. Bu həftə yarımçıqlığınız çoxdur. Burada yarımçıq olacaqsınız, burada yarımçıq olacaqsınız, burada yarımçıq. Tam istədiyiniz gücü əldə edə bilməyəcəksiniz. Və şəxsiyyətlə əlaqədar elə düşünəcəksiniz ki, aldanmalarım var, yalanlarım var, yarımçıqlığım var. Özünüzü ifadə edə biləcəyiniz bir tam stabillik və güclənmə sferasında olmayacaqsınız. Yarımçıqlığınızın çox olması sizin günəş enerjilərinizin, müdaxilə enerjilərinizin aktivləşməsinə səbəb ola bilər, bloklaya bilər. 76%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma beyninizin qarışıqlığı, maddisal dəngəsizliyiniz var, alım-verim dəngəvizin stabil olmadığı bir nüansda olacağınız bir məqamda olacaqsınız, amma yenə də şanslısınız bu həftə əkizlər. Nə istədiyinizi bilin. Bax, oturun özünüzlə danışın ki, mən nə istəyirəm deyə. Çünki istək və arzularınıza doğru özünüzü idarə edə bilməyəcəksiniz. Tərəzilərə gələndə tərəzilər gözünüz aydın olsun. Bu həftənin uğurlu insanlarından biri də sizsiniz. Çünki bu həftə sürətlənəcəksiniz. O çoxdan pasiv, monoton hərəkətlərdən çıxıb öz sürətinizi özünüzü aktivləşdirməyə bacaracaqsınız. Belə deyim də, yatmış vəziyyətdən çıxmağa bacaracaqsınız və tərəzilər bu həftə başqa insanlarla o qədər ağıllı, o qədər məntiqli işlər görəcəksiniz ki, sanki gözə batacaqsınız. İnsanlar sizi kəşf edəcək, sizə qabağa çəkməyə çalışacaqlar və şəxsiyyətlə də əlaqədar olaraq istək və etiraz enerjilərinizi, özünüzü dərk etməyinizi aktivləşdirməyi çox güclü bir şəkildə bacaracaqsınız. Pul şansınız var, şəxsiyyət şansınız var. Qısqanclığınız normadan çox müqayisəvi çox olmasına baxmayaraq bunu biraz batırmağa çalışın. Biraz özünüzə dəyərinizi, özünüzə inamınızı gücləndirə bilsiniz. 82-83%-ə qədər uğurlu ola bilər, amma nevroloji problemləriniz aktivləşə bilər. Nevroz və nevroloji problemlərinizdən söhbət gedir. Bunları biraz zəiflədə bacarsaz, tərəzilər uğurlu bir həftəni yola verə bilərsiniz, bəli. Çox da negativ deyil, əslində daha çox pozitiv bir vəziyyətdəsiniz.